söhbət açmaq üçün mən istərdim bəstəkar Aytən xanım Oktay'ı da dəvət edim. Xoş gördük, sabahınız xeyir olsun. Minnətdarıq ki, vaxt ayırıb gəlmişsiniz. Buyurun, əyləşin. Mən artıq təəccüb edirəm. Nəyə görə Samir müəllim? Biz tez-tez sizinlə tele efirlərdə də görüşürük və demək olar ki, nə xoş ki, mənim apardığım növbəyə təsadüf etdikdə həftədə... Mən də çox xoşbəxtəm ki, sizlə rastlaşdım. Çox sağ olun, əstəğfurullah. Hər verilişdə yeni layihə təqdim edirsiniz. Bəziləri düşünürlər, planlaşdırırlar, onlar üçün aylar, illər belə kifayət etmir. Amma bir gündən bir yeni layihə təqdim etmək hansılar ki, təkcə ölkə daxilində deyil, mən deyərdim ki, yaxın qonşuluqda, regionda və ümumilikdə dünyada rezonansa səbəb olur. Afərin, bax, varam bu cür təşəbbüsə, bu qədər enerji dolu layihələrə. Çox sağ olun, minnətdaram. Yəni, bu yeni bir əsərdir və musiqisi də Aytən xanımındır. O, ikinci işbirliyimizdir. Davamlı olsun. Və buyurun, Aytən xanım. Aytən xanım, çətin, məsuliyyətli bir işdir. Dahi, mütəfəkkir, dünyaca məşhur Nizaminin sözlərini yazmaq və onu ərsəyə gətirmək, aranjman etmək, təqdim etdikdən sonra bu məsuliyyəti duymaq cəsarət tələb edir. Düzdür. İlk öncə salamlayıram və sizi dəvətə görə sizə minnətlərimi bildirirəm. Demək istəyirdim ki, biz 2019-cu ildə Nəsimi ilində bir kitab ərsəyə gətirdik. Rus dilində, Sankt-Peterburq şəhərində çıxdı və onda da Nəsiminin bir qəzəlinə musiqi yazdım. Təqdim elədik, yəni təqdimatda, kitabın təqdimatında və bu ildə Nizami Gəncəvi ili olduğuna görə biz elə bir səmtdə, elə bir səpkidə bir kitab hazırlayırıq və bunu elə bir ki, layihənin bir hissəsidir bu mahnı. Daha doğrusu, mən burada istəmişəm ki, Üzeyir bəyin, Nizaminin, o Üzeyir bəyin sənsiz sevgili Cananın ab-havasını yaradım və burada gələndə də mən sanki o Nizami Gəncəvinin dünyasına düşmüş kimi hiss elədim özümü. Çünki bundan öncə də... Bizi bu sehrə salan böyük vokal ustası. Bəli. Və bundan öncə də gördüm ki, sənsiz və sevgili Canan qəzəllərinə təsnif oxunuldu və sanki elə bildim ki, Nizaminin dünyasına hardasa qərq olduq. Samir bəyə də öz təşəkkürümü bildirirəm, öz gözəl səsi ilə yaşatdı bu əsəri. Bilirsiniz, Samir mənim çox tələbkardır və çox sayılı layihələr sırasında məhz ona yaxın olan və eyni zamanda o layihənin işıq üzü görməsində əməyi olacaq insandır. Yəni, təkcə bunu mənə təqdim etdilər, mən bunu ifa etdim deyil. Bilirik ki, özü də təşəbbüs göstərir, can yandırır, ürək qoyur. Bax, sonda nəticə belə alınır. Və bu əsər üzərində kim zəhmət çəkibsə, kimin əməyi varsa, hamıya təşəkkürümü bildirirəm və ilk öncə Feyzi müəllimə hansı ilə ki, biz bu layihəni ərsəyə gətiririk, bu kitabları, musiqini, ona öz təşəkkürümü bildirirəm. Yeri gəlmişkən, təqdim olunacaq söylədiniz. Peterburqda, Sankt-Peterburqda çap olunacaq, Nəsimi də çap olunub və Nizami də orada çap olunacaq. Yəni, bu artıq silsilədir, sistemli xarakterləşir. Ondan öncə də Sabir olub, Şirvani olub və biz istəyirik bu silsiləni davam etdirək və rus dilli əhaliyə bunu təqdim edirik. Samir müəllim вам поможет в этом деле тоже. İnşallah. Yəni, bilirsiniz, bu Nizamiliyin olmağı çox möhtəşəm oldu. Yəni, Cənab Prezidentin ümumiyyətlə mədəniyyətə xüsusi bir qayğısı var və müharibə ilindən sonra Nizami ili olmağı, yəni intibah dirçəliş dövrümüzdür bizim, yəni Şuşanın inkişafı, yollar, aeroportların açı. İnşallah hamısı nə deyilibsə olacaqdır və Nizami ilin olması xüsusi bir rəğbət bəsləyir. Nizami dahi bir insandır. Azərbaycanı demək olar, deyərdim ki, dünyada ən tanınmış şairlərimizdən biridir. O dövr üçün, Samir müəllim, internet yox, sosial şəbəkələr mövcud deyil. Hətta hərdən deyirlər ki, məsələn, bu Nizami Gəncəvi fars şairidir və onlara bir söz deyirsən ki, hansı fars şairi İskəndərnamə yazar ki, fars imperiyasını dağıdır. Əsaslı cavab. Mümkün deyil də o. Məntiqi cavab. Yəni, dəqiq türkdür, yəni öz şeirlərində öz qeyd edilibdir və bu əsərlərin ərsəyə gəlməsinə görə xüsusi insanlar var ki, Azərbaycanda buna qayğı göstərirlər. Azərbaycanda yaşayırlar və yaxud da xaricdə yaşayırlar. Məsələn, bunlardan biri Feyzi müəllimdir. Bu bizim ikinci işimizdir. Birinci də şəhidlər haqqında bir mahnı idi.
Yəni o dövrdə çox dinlənildi. Hara gedirdim istəyirdilər onu. Xatırlayırıq. Və sağ olsun Feyzi müəllim ki, öz maddi dəstəyini əsirgəmir. Çünki bu əsərlər PR deyil. Bundan yəni bu sənətdir. Yəni kommersiya xarakterə daşımır. Çox sağ olsun. Buradan da salamlayırıq baxırsa. Düşünürəm ki, axırıncı olacaq. Çünki elə insanlar dayanmırlar və Azərbaycan musiqisi mədəniyyətini Azərbaycandan xaricdə olanda da təbliğ edirlər və sağ olsunlar ki, belə insanlar var. Aytən xanımı biraz geniş tamaşaçı auditoriyasına daha da yaxından tanış edək, təqdim edək. Musiqiyə olan marağınız şübhəsiz burada savad musiqi təhsili hiss olunur. Yəni Nizaminin dahi mütəfəkkirinin sözlərinə yazmaq bu hünər tələb eləsə də istedad olduğu halda belə, amma mütləq şəkildə bu yüksək savad tələb edir ki, bu da sizdə var. Mən öz ixtisasımca musiqişünasam, lakin musiqiyə marağım, yəni bu məktəb, hətta Bülbül adına musiqi məktəbində oxuyarkən mən mahnılar yazırdım. Lakin akademiyaya mən musiqişünaslıq şöbəsinə daxil oldum. Lakin mən 13 ildən artıq Arif Məlikovun yanında çalışdığıma görə, yəni ondan elə bir ki, mənəvi müəllimim olduğuna görə mən ondan çox bəhrələnmişəm. Hətta bu yaxınlarda kitabım da çıxıb, ona həsr elədiyim monoqrafiyam Arif Məlikov İstoriya Современности. Həm rus dilindədir, həm Azərbaycan dilində. Bilirsiniz, bəyəndim. Siz bu layihələri, bəstələri ərsəyə gətirirsiniz, amma eyni zamanda çap versiyalarını, yəni kitab işıq üzü görür. Təkcə Azərbaycan dilində deyil, rus dilində də. Bəli, iki dildədir. Hətta düşünürəm ki, yəni gələcəkdə disk buraxım Arif Məlikovun kamera musiqisi, onun çünki mənim öz dissertasiyam ona aiddir və o mövzu ətrafında yazılıb. Kitabım da elə öz dissertasiyamın əsasında qurulub, lakin yəni bildiyimizə görə 9 may tarixində Arif müəllim dünyasını dəyişdi. Lakin o bilirdi ki, bu kitab yazılır və gözləyirdi ki, bu kitabın işıq üzü görməsi. Amma ki, onu təəssüf ki, görə bilmədi. Mən amma öz kitabımda əlavələr etdim və onun tələbələrinin xatirələrini əlavə etdim və kitab daha da maraqlı. Bax, elə dünyanın özündə də onun tələbələrindən daha birisi Eliza xanım Seyidcahan təşrif buyurmuşdu ki, bugün özündə bu ənənələr bax, siz tərəfindən də yaşadılır və nəhənglər onu ifa edirlər. Samir müəllim, bax, bu cür layihələrdə iştirak edir və çox sevindirici haldır ki, onlar kommersiya xarakteri daşımır. Bu əsl sənət və incə sənət nümunələridir ki, onlar klassikaya çevrilir, daha sonra isə biz tamaşaçılara təqdim etdikdə şöhrət, populyarlıq qazanır. Bax, bu romans gözəl bir romans. İlk dəfə də oxunur. İlk dəfə sizdə təqdim olunur. Mən düşünürəm bizim ana televiziyamız, radiosuna da təqdim edəcəyik bu romansı. Çünki bu il həmişə olduğu kimi. Həmişə olduğu kimi yüksək səviyyədə bizə hörmət edirlər. Minnətdaram bütün radio işçilərinə. Çünki onlar da görsənmirlər, amma biz onları çox sevirik, onlara çox böyük... Rafiq müəllimə də təşəkkürümüzü bildiririk. Mən xüsusən Mədəniyyət kanalına ona görə təşəkkür edirəm. Həm də mənim bizim şəhid pilotumuz Rəşad Atakişiyeva həsr olunmuş bir mahnım var idi layihəmiz. Onu xalq artistimiz Fidan Hacıyeva oxudu və Mədəniyyət kanalının dəstəyi ilə onun klipi çəkildi. Keçən il avqust ayında onun il dönümü idi və onda təqdim olundu. Yəni düz pandemiya dövrü idi, amma yenə də dəstək oldunuz. Biz onu çıxarda bildik. Yenə təşəkkür edirəm. Biz təşəkkür edirik. Azərbaycan Teleradiosu hər zaman bax bu cür layihələrə, işlərə dəstək olub və bugün özündə də bu sistemli xarakterlər. Buyurun, buyurun. Mən istəyirəm deyim ki, işlədiyim məktəb haqqında biraz danışım. Bakı Musiqi Akademiyasının Orta İxtisas Musiqi Məktəb studiyasında çalışıram və bu məktəbin də 40 ili tamam olur. Ondan da danışmaq istəyirəm ki, bu təkcə məktəb deyil, həm elmi laboratoriyadır, həm studiyadır. Burada həm kitablar çap olunur, həm müsabiqələr, festivallar təşkil olunur. Maraq doğurur, Aytən xanım. Ayrıca, bax, bu söhbəti dəvət edərik və yaxud da əməkdaşlarımız gələrlər, video süjet hazırlayarlar. Sevindirici hal ondan ibarətdir ki, bugün siz bax, bu cür fəalsınız. Yəni, təkcə bir işlə, bir layihələ kifayətlənmirsiniz. Dəstək istəyəndə adam daha da çalışır. Mən düşünürəm ki, yaradıcı adam üçün bu əsas stimuldan sonra, yəni sizin verdiyiniz bu ab-havadan sonra ola bilsin bir əsər də yarar. Ay, nə yaxşı. Deməli, yenə görüşəcəyik. Mən bilirəm onu kim yaxşı ifa edə bilər, mükəmməlcəsini təqdim edə bilər. Mən öncə şəhidlərə o haqda danışım ki, birinci Vətən müharibəsi, birinci Qarabağ müharibəsində həlak olan şəhidimiz Emil Məmmədəliyevə həsr olunmuşdur və onun timsalında bütün şəhidlərə, Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Yəni Vətən onların uğrunda canlarından sayəsində biz keçdilər. bugün nə qazanmışıqsa, yəni onların sayəsindədir. Allah bütün Onu da çox qazilərimizə gözəl can sağlığı ifa versin. etmişdi Samir müəllim, çox gözəl. Samir müəllim nə ifa edirsə çox Hə, gözəl Nə alınır. ifa edirsə, yəni gözlədiyimdən də artıq görürəm deyə çox sevinirəm. Biz isə hazırda ondan daha bir ifa xahiş edəcəyik. Razılığını aldıq. Samir müəllim, sevgili Canan, xahiş etsək mümkündürmü? Böyük məmnuniyyətlə, buyurun.